2-ci Qarabağ döyüşlərində tankı ilə düşmən səddini yararaq böyük qəhrəmanlıq göstərmiş və döyüşərək döyüş meydanında qəhrəmancasına şəhidlik zirvəsini fəth etmiş Hüseyni Şahin Vaqifoğlu'nun bugün bir ziyarətinə gəlmişik. Cənnətdəki 5-ci mövlududur. Hüseyni Şahin Vaqifoğlu 4 may 1994-cü ildə Beyləqan şəhərində vətənpərvər bir ailədə zəhmətkeş Vaqif kişinin ailəsində dünyaya göz açmışdır. Şəhidimiz 2002-ci ildə Beyləqan şəhər Ramiz Abbasov adına 4 saylı tam orta məktəbin 1-ci sinifinə getmiş və 2013-cü ildə həmin məktəbi fərqlənmə ilə başa vurmuşdur. Şair ruhlu, təbiətdə sahib olan şəhidimiz oxuduğu məktəb illərində elmi savadı, vətənpərvərliyi, qayğıkeşliyi, örnək olan davranışı və hərəkəti ilə müəllimlərinin və onu tanıyan, bilən hər bir kəsin böyük hörmətini və rəğbətini qazanmışdır. Ad günüm mübarək, sevincim, dərdim. Bugünə ən gözəl duyğumu verdim. Sözüm gül çiçəkdir, yoluna sərdim. Çiçək yaşındasan, yaşını demə. Ana məni çinində aparma inciyərsən, qaysaq yox yaramın, qoparma inciyərsən. Şəhid oldum sevin gül, üzün ağ olsun ana. Mən cənnətə gedirəm, vətən sağ olsun ana. Mən cənnətə gedirəm, vətən sağ olsun ana. Ana məni çinində aparma inciyərsən, qaysaq yox yaramın, qoparma inciyərsən. Şəhid oldum sevin gül, üzün ağ olsun ana. Mən cənnətə gedirəm, vətən sağ olsun ana. Mən cənnətə gedirəm, vətən sağ olsun ana. Sizlərə əmanət 3 övlad saxlamışam, onlara da bir miras şərəfat saxlamışam. Sən mərd böyüt ayana, balanın balasını qorusunlar buyurdun, daşını qalasını qorusunlar buyurdun, daşını qalasını. Ana məni çinində aparma inciyərsən, qaysağı yox ya.
Şəhid analarını salamlayıram. Qarşılarında baş əyirəm. Şəhid anaları bizim həssas nöqtəmizdir. Ən pik nöqtəmizdir. Şəhid anası həyatda ən acılı, ən çətinli, qadın üçün ən keçilməz nə varsa onu yaşayan insandır. Çətin prosesdir. Mən bir şəhid oğlu kimi bunu çatdırmaq istəyirəm ki, nəzərinizə. Bu həyat özü əvvəldən planlanmış həyatdır. Şəhidlər ana bəhtində şəhid olurlar. Görürsünüz, biz qazi olduq, şəhid ola bilmədik. Bu Allahın qismətidir. O deyil ki, gedən oğlanlar kimsə döyüşdən qorxdu, müharibədən qaçdı. Biz qalib ordunun qalib şəhidləri, qalib ordunun qalib qaziləriyik, veteranlarıyıq. Hərənin qismətində dilənən bir nöqtə var. Şəhidlik bu kişilərə qismət olmalıydı, bu kişilərə qismət oldu. Bu ana şəhid anası olmalıydı, bu ana şəhid anası oldu. Ona görə də mən şəhid anaları sizin qarşınızda baş əyirəm. Sizin qarşınızda danışmaq çox çətindir. Amma fəxrlidir, şərəflidir. Sizin yanınızda durmaq bizim üçün çox fəxr hissi keçiririk. Sizin yanınızda durmaq bizim üçün hər şeyə dəyər. Çünki siz Azərbaycan qadınsınız. Siz şəhidi doğan anasınız. Siz şəhidi böyüdən anasınız. Və bunu itirdikdən sonra dözən insansınız bu itkiyə. Bu itki çox çətin itkidir. Mən bütün bu gələn insanların hamısına təşəkkürümü bildirəm ki, bu şəhidlərimizi unutmaq lazım deyil. Biz şəhidləri nə vaxt ki unutsaq, şəhidlər onda öldü. Şəhidlərin yanında biz nə qədər olsaq, şəhidlər sizin yanınızdadır. Yuxunuzdadır, hər yanınızdadır. Sizi görürlər. Şəhidlər bizim baş tacımızdır. Bunlar bizim onurğa sütunumuzdur. Azərbaycanın onurğa sütunu şəhidlərdir. Bizim şəhidlərimiz, bəli, bizim əsas duruşumuzdur. Ona görə biz əsas duruşumuzu itirməmək üçün şəhidlərin yanında olmalıyıq. Şəhidlər bizə qərar versin ki, bağışlasın ki, Gurur yerimizdir. bəli, biz dünyamızı dəyişəndə şəhidlərin yanında Allah bizi qərar versin. Şəhidlərdən bunu biz istəyirik. Allah şəhidlərə rəhmət eləsin, bütün qazilərə, veteranlara, hərbiçi qardaşlarımıza can sağlığı, uzun ömür arzulayıram. Təşəkkür edirəm. Mən də bugün Şahin balamızın ömrünə gəlmişəm. Ağazadə Mürstalib Reydaroğlu'nun anasıyam. Bibisiyəm, onu mən saxlamışam deyil. Mən onun anası bilirəm, hamı da eləmişəm. Onu körpə yaşlarında mən saxlamışam. Mən bir balamla yox, həmişə Allah yazanda deyirəm, mən Mürstaliblə bərabər bütün şəhidlərin anasıyam. Şəhidlərlə qürur duyuram, fəxr edirəm. Allah bütün şəhidlərə rəhmət eləsin. Sözüm çoxdur, amma deyə bilmirəm. Bütün şəhidlərin məqamları uca olsun. Qazilərimizə Allah şəfa versin, Allah ordumuzu qorusun. Allah körpə əskər balalarımızı qorusun. Bir də şəhidimiz olmasın. Bayrağımızı Allah Teala bütün bayraqlardan üstün eləsin. Allah köməyiniz. Allah köməyiniz olsun. Dik tut başını ana, ağlama. Ağlama ana. Güzel balam, lay lay balam, güzel balam. Şəhid İbadlı Ramil'in anasıyam. Allah cəmi şəhidlərimizin yerin, məkanın cənnət eləsin. Bugün Şahin balamızın cənnətdəki mövlududur. Allah onun anası Tərgil anaya səbir versin əzizləri ilə bir yerdə. Allah cəmi şəhidlərimizin yerini cənnət eləsin. Allah yaralı qazilərimizə, o vətən yolunda canından keçən yaralı qazilərimizə şəfa versin. Allah onların uğrunda can verdikləri vətənimizi bütün dövlətlərdən üstün eləsin inşallah. Uğrunda can verdikləri bayrağımızı bütün bayraqlardan uca eləsin inşallah. Allah Teala xalqımıza, vətənimizə bir də belə ağırlı, acılı günləri yaşatmasın. Şəhidlərimizə də dəyər verən bütün oğullarımızı, sizin kimi vətənpərvər qızlarımızı Allah var eləsin. Şəhidlərimizi yaşatırsın. Şəhidlər sizin hesabınıza yaşayır. Çox sağ olun, Allah sizdən razı olsun, Allah əzizlərinə səbir olsun. Evinin çırağı sönüb, ümidin əsrətə. Şəhər 4 saylı orta məktəbin şagirdi olub. Ən nümunəvi, ən fəal şagirdlərindən biri olub. Şahin məktəbdə bütün müəllim kollektivinin, şagird kollektivinin dərin hörmətini qazanmışdı. O uşaq həmişə
vətən uğrunda canını qurban verməyə hələ şagird vaxtından hazırdır. O həmişə bu neçə il oxudu, hazırlaşdı ki, mən hərbiyə gedəcəm. Bu ürəklə, bu arzu ilə, bu amalla o istədiyinə qovuşdu. İlahi tərəfindən, düşmənlər tərəfindən o deməli şəhid oldu, bizim başımızın tacı oldu, ən yüksək zirvələrə qalxdı. İndi mən Şahini bugün lap yüksək qiymət verdim. Ona görə ki, çox sağ olun, minnətdaram ki, siz qazilərə, ona şəhid analarına, Şahinin özünün valideyninə, Esmirə xanıma, hamınıza minnətdaram ki, bu cür buna qiymət verdiniz. Şahini bir daha kəşf elədim. Allah sizə can sağlığı versin, ömür versin. Həmişə vətənin, xalqın, analarınızın, bacılarınızın arxasında durasınız. Onu mənfur düşmənlərdən qoruyasınız. Eylaqan yurdunda gəldi dünyaya, gəzdi yamacları düzü Şahinim. Hər zaman hünəri, qoçaqlığıyla heyrətə salırdı bizi Şahinim. Vətən qoruyurdu, keşik çəkirdi, düşmənə qəlbində nifrət əkirdi. Qəlbi bizimlədir, daima birdir, silinməz tarixdən izi Şahinim. Atasız, amansız köçüb dünyadan, heç doya bilməyib qardaşlarından. Qoy sənə danışım biraz da ondan, qurumur anasın gözü Şahinim. İxlas eylədi əsir torpağı, qaldırdı göylərə bizim bayrağı. Verdi azad həyat yaşamağı, tarixi dəyişdi özü Şahinim. Allah sizləri var eləsin. Qəmliyəm, qəmliyəm, gəl boynuma əlimi sar, aləm getsin bir əzinğar, havamsan, bağrım olsun, havamsan, bağrım olsun. Yenə də şəhid xəbəri. Of yazıq atalar, yazıq analar. Oğul böyütmüşdü illərdən bəri. Allahım gör indi nə çəkir onlar. Gör neçə igidin, neçə cavanın ürəyində qaldı arzu muradı. Neçə nişanlının gözləri yolda, neçə körpə atasız qaldı. Vətən uğrunda şəhid olanlar ölməyib həmişə yaşayacaqdı. Ölməyib həmişə yaşayacaqdı. Gizir keçsə belə yenə də onlar şəhidlik adını daşıyacaqdı. Ağlama ayana, ağlama belə. Oğlun ölməyibdir, şəhid olubdur. Canını fəda edib vətənə elə. O ənali zirvəyə ucalıbdır. O ənali zirvəyə ucalıbdır. Biz hamımız şəhid analar qarşısında baş əyirik, onlara təşəkkür edirik. O cür oğul böyüdüklər, o cür vətənə layiq övlad böyüdüklər. Həmişə yadımızda qalan, xatirələri əziz tutulan bir oğullar olurdu. Yenə də biz həmin anaların qarşısında baş əyirik. Sağ olun analar. Belə övlad böyüdüklər. Allah çox sağ olun, gələn ayaqlarınız var olsun. 20-ci il 27 sentyabr Ali Baş Komandanımızın rəhbərliyi altında başladılmış Dəmir Yumruq əməliyyatı adı altında 2-ci Qarabağ 44 günlük vətən müharibəsində qəhrəmanlıq göstərmiş və vətənin dar günündə vətənin səsinə səs verərək vətənin keşiyinə, müdafiəsinə qalxmış qəhrəman tankist Hüseynli Şahin Vaqifoğlunun cənnətdəki mövluduna toplaşmışıq. Allah şəhidimizin ruhunu şad eləsin. Əlbəttə ki, tarix boyu bayrağımız, torpağımız, millətimiz uğrunda canlarını qurban vermiş vətənimizin oğul və qızlarının daimi qəlbimizdə yaşadıb onları böyük ehtiramla yad edirik. Bugün biz Hüseynli Şahin Vaqifoğlunun ev muzeyindəyik. Bəli, vətən müharibəsi qəhrəmanları ilə birlikdə şəhid anasının ziyarətinə gəlmişik, şəhidimizin ev muzeyini ziyarətinə gəlmişik. Allah vətən yolunda canlarını qurban verir və bu bayraq uğrunda canlarını fəda etmiş oğul və qızlarımızın ruhunu şad etsin. Onun üçün şair gözəl deyib, bugün gərək hər anımız vətən desin. Bugün gərək hər anımız vətən desin. Qılıncımız, qalxanımız vətən desin. Ölənlərin əvəzinə qalanımız vətən desin. Vətən desin. Qəlbimizin hər duyğusu, hər vurğusu vətən desin. Fərqi yoxdur harda olar. Zamanımız, məkanımız vətən desin. Çox yatdıq, çox mürgülədik. Qoca millət mürgülədik. Boşa-boşa dağlarımız oğurlandı. Çaylarımız, göllərimiz oğurlandı. Oğurlatdı. İndi saysaq saya sığmaz. Daha nələr oğurlanıb.
Yer üstündə xəzinələr, yer altında dəfinələr uğurlanıb. Qoca millət, bu gün gərək hər andımız, amanımız, əgər varsa zərrə qədər imanımız, qoy imanımız vətən desin. Hər yaxşımız, yamanımız vətən desin. Əli kəsik, dili kəsik uşaqlar var hələ dustaq, körpə dustaq vətən deyir. Bu nə külək, bu nə bulud, bu nə yağış, bu nə qardır. Didər günlər üzərində susub durdu, vətən dedi. Mürgüləşən qoca millət, daha möhkəm, daha ötkəm gəlsin səsin, vətən desin. Beşiyində heyalayan bir körpə var, o körpənin yurd uğrunda vətən üçün candan keçmiş atasının, qardaşının, əmisinin, dayısının, ərəninin, igidinin qeyrətinə vətən desin. Elə belə şəhidlərimizi bu dünyada bəlkə də anamızın qeyrətinə, bu vətənin keşiyini çəkən bu qəhrəman qazilərimizin qeyrətinə vətən desin. Vətən deyək, Allah şəhidlərimizin ruhunu şad eləsin. Məqamı necə ki ucadır, uca eləsin. Çünki onlar tarix boyu bizim xalqımıza, millətimizə soyqırım törədən, torpağımızı işğal edən, Xocalda, Ağdabanda, Meşəlidə, Zəngilanda, Zəngəzurda soyqırımlar həyata keçmiş və neçə körpələri süngüyə taxmış düşməndən onlar 44 günə qisasını aldılar. Onlar 1-ci Qarabağ döyüşündə gedən canından keçmiş qəhrəman şəhidlərimizin yolunu gedərək onların da qisasını döyüş meydanında aldılar. Allah şəhidlərimizin ruhunu şad eləsin. Allah sizlərə də səbir versin. Var olsun. Allah sizlərə. Evinin çırağı sönüp ümidin əsrətə dönüp gözlərin qanla dolub qurbanın oldum ağlamam. Evinin çırağı sönüp ümidin əsrətə dönüp